Gəlin bugün dünyanın ən çirkli şəhərlərinə və bunun səbəblərinə birlikdə nəzər salaq. Heç maraqlanmısınız hansı şəhərlərdə nəfəs almaq demək olar ki, mümkün deyil? Yaxşı, gəlin siyahımıza başlayaq. 5-ci yerdən geriyə doğru sayırıq. 5-ci pillədə Hindistanın nəhəng bir şəhəridir. Bəli, bu Mumbai'dır. Burada havadakı zərərli hissəciklərin səviyyəsi təhlükəli dərəcədə yüksəkdir. Şəhərin çirklənməsinə səbəb onun böyük əhalisi və sənaye fəaliyyətidir. İndi isə 4-cü yerə keçək. Bu şəhər tez-tez qatı dumanla örtülür. Lahorun hava böhranının arxasına bir neçə fərqli səbəb dayanır. Burada əsas məsələ odur ki, coğrafiyası çirkli havanı şəhərdə tələyə salır. 3-cü pilləni isə dünyanın ən çirkli paytaxtlarından biri tutur. Dəqiqədə sürətli və çox vaxt nəzarətsiz böyümə ciddi problemlər yaradır. Köhnəlmiş infrastruktur müasir çirklənmə mənbələri ilə sadəcə bacara bilmir. Ən çirkli şəhər adını az fərqlə qaçıran ikinci yerin sahibi də Hindistandandır. Kalkata yüksək əhalisi və sənaye zonaları səbəbindən sıx dumanla mübarizə aparır. Bu, insanların və sənayenin bir yerdə cəmləşməsinin havanı necə pisləşdirdiyinə əla nümunədir. Beləliklə, siyahımızın zirvəsinə çatdıq. Görəsən, birinci yerdə hansı şəhərdir? Dünyanın ən çirkli şəhəri İraqın paytaxtı Bağdaddır. Bəli, Bağdad. Burada havadakı zərərli hissəciklərin səviyyəsi inanılmaz dərəcədə yüksəkdir. Burada maraqlı məqam odur ki, insan amili ilə yanaşı təbii toz fırtınaları da vəziyyəti pisləşdirir. Bu, 5 şəhərə birlikdə baxanda ortaq problemlər aydın şəkildə üzə çıxır. Baxın, bu cədvəl göstərir ki, sənaye və nəqliyyat demək olar ki, hamısında əsas amillərdir. Deməli, bu böhranın arxasında sənaye, nəqliyyat və bəzən də hədsiz əhali sıxlığı dayanır. Və əsas məsələ odur ki, bu problem sərhəd tanımır. Bu, qlobal bir məsələdir. Məhz buna görə də bu mövzunu anlamaq hamımız üçün çox vacibdir. Bu da bizi öz yaşadığımız yer haqqında düşünməyə vadar edir, elə deyilmi?